İzləyicilər, əziz 6-cı sinif şagirdləri, bugün mən sizlərin 6-cı sinif dərsliyimizdən səhifə 21-in izahını verəcəm. Deməli, şagirdlər, biz səhifə 20-də əkobları izah elədik və 21-də buna aid çalışmalar əldə edəcəyik. Diqqətlə qulaq asın, bütün xırdalıqlarına qədər hər bir misalımızı sizlər üçün izah edəcəm. Birinci misalımızda deyir ki, ədədlərin sadə vuruqları ayrılışından istifadə edərək əkyob AB-ni tapın. Deməli, birinci A bəndində A bərabərdir. Eyni sizə izah eləyə PDF hissəsini hazırladığıma görə ola bilsin videomuz biraz geç çəkəcək. Ona görə deməli əkyob AB yazıram bura. İlk önce grubumuz hakkında məlumat vereyim. Bizim dərsliyimizin video izah və PDF izah, yəni yazılı formada izah qrupu növbəti videoda PDF izah formasında göstərəcəm. Sizlərə bu qrupumuza daxil olmaq üçün bir dəfəlik ödəniş 10 manatdır. Siz 10 manat ödəməklə bizim qrupumuza qoşula biləcəksiniz. Deməli, burada birincidə əkobda nə idi? Ortaq olanları bir dəfə götürürdük. 2'den bir dənə var, bir dənə 2 götürürük. Vuraq, bir dənə də 2 var, bir dənə də 2 götürürük. Vuraq, hər ikisində 5 var. 5 götürürük və hər ikisində ortaq olmayanlar 3 dəfə 7, 21 bərabərdir. Deməli, A ilə B-nin əkobunu tapmaq üçün bunların nəyini tapmalıyıq biz? Hasilini tapmalıyıq, düzdürmü? İndi 2 dəfə 2, 4, 4'ü 5'e vuran 2 vuraq 2, vuraq 5, vuraq 21, düzdürmü? Bu şəkildə 2 dəfə 2, 4, 5'e vuranda 20, 21'e vuranda deyəcək 420, düzdürmü? Bərabərdir 420. Deməli, birinci ədədimizin A ilə B-nin ədəd 420'dir. İkincidə B bəndində. B bəndində A bərabərdir 2 vurulsun 3 vuraq 3 vuraq 11. B bərabərdir 3 vurulsun 3 vuraq 5 vuraq 11. Ortaqlarımız hər ikisində 3'dür. Deməli, əkob AB bərabərdir 3 vurulsun, buradan yazdım 3 vurulsun, bir dənə də 11'imiz var. 3 vuraq 11 qalır burada nə? 11'in üstünə xətt çəkdik. Burada qaldı vuraq 6, burada qaldı vuraq 15. Düzmü deyirəm? Hədə 3'ün birini də üstünə xətt çəkirəm. Üzrlə hesab edin. Bir dənə də 3'ümüz var. Vuraq 3. Burada qalır 2, burada qalır 5. Hə, 3 vuraq 2, vuraq 5. Bir dənə də 11'imiz var idi. Vuraq 11. Bunların hesablamasını aparsaq, 3 dəfə 3, 9, 2 dəfə 5, 10, 990. Deməli, bu ifadəmizin cavabı neçə eləyəcək? 990. İndi C bəndində A bərabərdir 2 vurulsun 3 vuraq 3 vuraq 5 vuraq 7. B bərabərdir 2 vurulsun 2 vuraq 5 vuraq 7 vuraq 7. Ortaqlarımızı götürək. Bir dənə 2'dir. Əkob AB bərabərdir 2'dir. 5'dir. 7'dir. 7'dir. Aha, düzdürmü? 2, 5, 7 var və bu 7'lərin üzerine xətt. Burada qaldı nə? 9. 9. Burada qaldı nə? 14. Hesaplamamızı tapaq. 2 dəfə 5, 10. 7'ye vururam 70. 9'a vururam 63. 63'ü vururam 14'e. 4 dəfə 3, 12, 1 yadda. 4 dəfə 6, 24, 25, 3, 6. Eləcək 882. Bərabərdir 882'ye. Deməli, C bəndimizdə bərabər eləyəcək 882'ye. D bəndimizə baxaq.
A bərabərdir 2 vurulsun 3 vuraq 7 vuraq 11. B bərabərdir 3 vurulsun 3 vuraq 7 vuraq 11. Ortaqlarımız Əkob AB bərabərdir 3 vurulsun. Baxın, ortaqlarımız bir dənə 3 vuraq, bir dənə 7, bir dənə də 11. Burada da qalacaq 2, burada da qalacaq 3 vuraq 6. 3 vuraq 7 vuraq 11 vuraq 6 bərabərdir 3 dəfə 7 21. Düzdürmü? 6 dəfə 11 66. 21 66 vuraq ən yaxşısı 6 12. 6 12 eləyəcək 1386. D bəndində Əkob eləyəcək 1386. 1386. Bu bizim birinci misalımız. Ümid edirəm heç bir çətinlik çəkmədiniz və izahı başa düşdünüz. İkinci misalda verilmiş ədədləri sayda vuruqlara ayırmaqla onların ən kiçik ortaq böləni tapın. Bu hissəyə qədər yazacağım. Ondan sonrasını özünüz həll edəcəksiniz. Deməli misal 2. Misal nömrə 2. Birinci 12'ni vuruqlarına ayıraq. 2'yə 6, 2'yə 3, 3'ə 1. 18'i vuruqlarına ayıraq. 2'yə 9, 3'ə 3, 3'ə 1. Mən buradan yazıram. Birinci Əkob 12 ilə 18 bərabər. Eləcə qiymətini yazacağım. Bu 2. Bu da 3. Burada qalır 2, 3. Burada qalır 6. Düzdürmü? 2 dəfə 3 6, 6 36. Eləcək bu 36. İkinci Əkob 16 ilə 20 bərabərdir. 16'ya 2, 8, 2'yə 4, 2'yə 2, 2'yə 1, 20, 2'yə 10, 2'yə 5, 5'ə 1, 1, 2, 1, 2. Burada kaldı 4, burada kaldı 5. 4, 20, eləyəcək 80. Bunların Əkobu neçə eləyəcək? 80. Növbət. Yazdıqca silirəm. 3, 6, 9 dənəsini yazacağım. Bəlkə hamısını yazdım. Sadəcə videomuz uzun gelir deyə yazmaq istədim. 15'i 3'ə böldüm. 5, 5'ə böldüm 1. 40'ı 2'ye böldüm 20, 2'ye böldüm 10, 2'ye böldüm 5, 5'e böldüm 1. Burada bir tane orta olanlarımız 5'ti. 5 vuraq, burada 3'tü, burada 8. 3 vuraq 8. 24'ü 5'e vuranda eləcək 120. Üçüncü misalımızda Əkob izahını vermişəm. 15 40'da bərabərdir. 15'e ayırırıq. 3'ə 5, 5'ə 1. 40'a ayırırıq. 2'yə 20, 2'yə 10, 2'yə 5, 5'ə 1. Ortaqları 5'dir. 5 vuraq, 3 vuraq 8. Bərabərdir 120'yə. Düzdürmü? Bu şəkildə yazılır. Növbəti. Dördüncüdə. Əkob 20, 24. Əkob 20, 24. Vuruqlarını ayırırıq. 20'ni ayıraq. 2, 10, 2, 5, 5'ə 1, 24, 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1. Ortaqlar 2, 2 dənə 2'dir. 2 vuraq 2. 2, burada 5 qalır, burada 6 qalır. Deməli, mən PDF hissəsində yazım 10, 2'yə 5, 5'ə 1. 24'ü ayıraq. 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1. Ortaqlarımız 2 vuraq, 2 vuraq 5, vuraq 6 bərabər 4. 4 dəfə 5, 20. 20'ni də 6'ya vuranda 120. Bu da 120 elədi. Deyirəm, başa düşdünüz. Yəni Əkobu tapmaq çox çətin bir proses deyil. 5-ci sualda Əkob
18 24'te bərabərdir. 18'i parçalasam 2'ye 9, 3'e 3, 3'e 1. 24'ü parçalasam 2'ye 12, 2'ye 6, 2'ye 3, 3'e 1. Ortaklarımız. Şimdi bunları mən dedikcə yazıram. 2 vurulsun. Ortaklarımız 3. Vuraq 3, vuraq 4. 6, 6 3'e vuranda 18, 4'e vuranda 72. Baxın, 18'i ayırıram, 24'ü ayırıram. 2'ye 9, 3'e 3, 3'e 1. 24'ü ayırıram. 2'ye 12, 2'ye 6, 2'ye 3, 3'e 1. Ortaklarımız 1, 3'tür. Bir dənə də 2'dir. Bir dənə də kənarda 3 ilə 4 qalır. Və bunların da hasili 72 eləyir. Növbəti 6-cıdır. 6-cıda. Deməli, əköb 30 ilə 42 bərabərdir. 30'u ayırıram. Bax, mən deyirəm, yazmama ehtiyac yoxdur, kənarda yazıram. 30'u ayırıram 2'ye 15, 3'e 5, 5'e 1. 15, 3'e 5, 5'e 1. Sonra 42'ni ayırıram. 2'ye 21, 3'e 7, 7'ye 1. Düzdür mü? 42'ni ayırıram. 2'ye 21, 3'e 7, 7'ye 1. Ortaklarımız bir dənə 2'dir, bir dənə də 3'dür. Düzdür mü? Yazıram. 2 vuraq 3, vuraq 5, vuraq 7. 2 dəfə 3 6, 6 dəfə 5. 2 vuraq 3, vuraq 5, vuraq 7. 2 dəfə 3 6. 5'e vuranda 30, 7'ye vuranda 210. Bunların əkəbi 210 elədir. 7-ci sualdır. 7-ci misalda daha doğrusu. 33, 39. 33'ü 3'e böldüm 11. 11 sayda da olduğuna göre 11'e bölünür. 39. 3'e böldüm 13. 13 sayda da olduğuna göre özünə bölünür. Deməli, əkəb yazıram burada. Səliqəli yazmaqda həmişə fayda var. 33 ilə 39'da bərabərdir. 33'ü ayırıram. 3'e 11, 11'e 1. 39'u ayırıram. 3'e 13, 13'e 1. 3'lər ortaqdır. Vuraq 11, vuraq 13. 11'e 13'e vuraq kənarda. 11 vuraq 13. 3, 3, 1, 1. 143. 143'ü də 3'e vursaq 9, 12 bir yerde 429. Bərabərdir, bunların ortaq əkəbi, daha doğrusu 429 alınacaq. Bu da belə. PDF hissələrini yazılı formasında qruplarınıza atacağım. 8-ci əkəb 42 və 63 bərabərdir. 42'yi bölsək 2'ye 21, 3'e 7, 7'ye 1. 63'ü bölsəm 3'e 21, 3'e 7, 7'ye 1. İndi 3 ortaq vuruqlarıdır. Vuraq 7 ortaq vuruqlarıdır. Vuraq birində 2, birində 3 qalır 6. 3 dəfə 7 eləyəcək 21, 6'ya da vuranda eləyəcək 126. Bunların da əkəbi 126'dır. 28, 70'i də yazıram. Növbətlilər bununla bu hissə bizə qalacaq. Düzdürmü? 28'də. 28'i ayırırıq. 2'ye 14, 2'ye 7, 7'ye 1. 70'də. 2'ye 35, 5'e 7, 7'ye 1. İndi ortaq vuruqları 2'dir, 7'dir. Bir də 2, 5, 10'dur. 2 dəfə 7, 14. Ona da vuranda 140. Bunların daha ortaq əkəbi 140'dır. Bu hissəni sizə ev tapşırığı olaraq verirəm ki, mən izah elədiyim formada yaza bilərsiniz. Keçək 3-cü misalımız. 3-cü misalımıza keçək. 3-cü misalımıza başlayaq. Deməli, misal nömrə 3'e baxacaq. Burada deyir ki, misal nömrə 3. Hesaplama aparmadan
Doğru olub olmadığını yoxlayın. Əkob 10 ilə 11-in ən kiçik ortaq bölünəni 100'dür. Səhvdir təbii ki. Nəyə görə? Çünki 100 10'a bölünə bilər. Amma 100 11'ə bölünmədiyinə görə bu səhvdir. İndi ikinci əkob 22 ilə 44'ə. 22 ola bilməz. Bu əbob ola bilər. Yəni əbob deyəndə bunlarda 2 də ola bilər. Ən böyük ortaq bölünən əbob ola bilər 22. Amma əkob ola bilməz. Əkob ən kiçik ortaq bölünəndir. Yəni bizim aldığımız cavab mötərizənin içərisində hər iki rəqəmə bölünməlidir. 22 22'ye bölünə bilər. Amma 44'ə bölünə bilmədiyinə görə bu da səhvdir. İndi növbəti əkob 6 ilə 16. Bunların əkobu 96 bəli ola bilər. Nəyə görə? Çünki 96 6'ya da bölünür, 16'ya bölünür. Bu olacaq doğrudur. Misal 4'ə gələk. Misal 4. Bizim yuxarıda bir qaydamız var idi ki, əkobları tapmaq üçün ilk öncə onların nə etməliyik? Ortaq vuruqlarını yazmalıyıq. Düzdürmü? İndi əkobları məsələn əkob 15 ilə 30'a bir dənə ortaq 5'i götürək. Yəni 5 vuraq yazaq da. Əkob 5'dirsə mən yazıram 3 10. Düzdürmü? İndi yox, bu qaydanı tətbiq eləmirik. Ortaqlar qaydasını tətbiq eləmirik. Bizim bir dənə qaydamız var idi ki, əgər əkobda biri digərinin bölənidirsə, onda əkobumuz böyüyə bərabərdir. Bölünənə bərabər daha doğrusu. Bax, 30 15'ə bölünürsə bunun əkobu 30'dur. Çünki, qeyd edin özünüzdə. Çünki 15 ədədi 30'un nəyidir? Bölənidir. Bölənidir. Bizim yuxarıda qaydamız var idi. Baxın, bir ədəd digərinə tam bölünürsə, bu ədədlərin əkobu bölünənə bərabərdir. Aydındırmı? Yuxarıda qayda kimi yazdırmışdım səhifə 20'də. B bəndinə baxaq. Bu A bəndi idi. B bəndində əkob 20 80. Burada bölünən hansıdır? 80'dir. Çünki 20 ədədi 80'in bölənidir. C bəndində. İndi izah hissəsini bu dəfə yazmıram şeydə. Nədir onun adı? PDF hissəsində 96. Burada əkobumuz 96'dır. Çünki 48 96 nə idi? Bölənidir. D bəndində. Əkob 120 360. 120 360'ın böləni olduğuna görə bunların əkobu 360'ın özü olacaq. Misal nömrə 5. Misal nömrə 5'də nə deyir? Misal nömrə 5'də deyir ki, ədədləri ortaq sayda vurulan hasindən istifadə. Mən bayaq bunu izah eləmək istedim. 48'in 80'i. Ortaq vuruq 16'yı götürək. 16'yı götürsək, əkob nə qalır yerində? 3 qalır. 48 16'ya bölündə 3, 8 16'ya bölündə 5 düşür. Düzdürmü? Və əkob 3 ilə 5'in qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Bu 16'yı yazıram. 16 vuraq 15 bərabərdir. 16'yı 15'ə vuraq. Görək cavabımız neçə alınacaq? 16 vuraq 15, 33 ya da 86, 1. 240. Deməli, bunların əkobu nədir? 240. Deməli, burada nə edirik? Ən böyük əbobunu çıxartdıq. Yəni 80 ilə 48'in əbobu 16'dır. Ən böyük bölənini çıxartdıq. A bəndində əkob 48 ilə 80 mən yazıram. 16 vurulsun. Ortaq məxrəc çıxartdım. Ortaq vuruq çıxartdım. Əkob 3 ilə 5'ə. O da bərabərdir 16 vuraq. 3 ilə 5'in əkobu 15'dir. Bərabər elədi 240'a. B bəndində 85 ilə 102'nin əbobunu tapmaq üçün biz nə etməliyik? 85 ilə 102'nin əbobunu tapmaq üçün. Gəlin 85'i də vuruqlarına ayıraq.
85'i 8 üstə 5 gələn 12 idi. 5'ə bölsəm 17, düzdürmü deyirəm? 17 sadələtdə 17'yə 1. 102. 102'ni 2'ye bölsəm 51, 51'i 3'ə bölsəm 17, 17'yə 1. Bunların əbobları 17'dir. Yəni hər ikisinin ən böyük böləyi 17'dir. Ona görə 17'ni bu vuruq xaricinə çıxardıram. Deməli əkob 85 ilə 102. Bunların ən böyük vuruğu 17'dir. 17'ni çıxardanda qalır əkob. Mötərizə içərisində birində 5 qalacaq, birində isə 6 qalacaq. 5 ilə 6 ardıcıl ədədlər olduğuna görə, qarşılıqlı sayda ədədlər olduğuna görə nə olacaq? Onların əkobu hasil olacaq. 5 ilə 6. Ona görə də yazıram 17 vuraq, 5 ilə 6'nın hasili 30 eləyir. 17 vuraq 30 bərabərdir 510. Bu da eləyəcək 510. Sonra C bəndində əkob 120 ilə 130. Aslında çox düşünməyə ehtiyac yoxdur. Bunların ortaq məxrəci. Bunları silim. Bunların ortaq məxrəci 10 kimi götürə bilərəm. 10 kimi götürsəm qalacaq əkob 12, 13. Ardıcıl ədədlərin hasili olacaq. 10 vurulsun. 12, 13 alanda neçə eləyir? 12 vuraq 13. 6, 3, 2, 1. 156. 10 vuraq 156 bərabərdir. 156 bir dənə də 0. 1560. Bu da eləyəcək 1560. Bunların ortaq vuruqları. Və D bəndində əkob 165 ilə 132'nin əkobu bərabər. Bunların ortaq əbobunu tapsaq, nə olacaq əbobu? 165, 75, 12, 3'ə bölünür, 5 dəfə 55, 5'ə bölünür 11, 11'ə 1. 132, 2'yə bölünəcək 66, 2'yə bölünəcək 33, 3'ə bölünəcək 11, 11'ə 1. Ən böyükləri 11'dir. Yəni ortaq vuruq olaraq 11 çıxarda bilərəm. 11 çıxardanda əkobumuz bir dəfə olacaq 5. Bir dəfə olacaq 12. Düzüm deyirəm. 15, 12. Burada ən böyük vuruq 33 olur. 33 onda bu 5 eləyəcək. Bu da 4 eləyəcək. 4 ilə 5. Bu da 20 eləyir. Ardıcıl ədədlərdir. 33 vuraq 20. Bərabər də 660. Baxın. 33'ü əbob olaraq çıxartdım. Əkob 5 birincidir, 4 birincidir. Bunların əkobu hasili 20'yə bərabərdir. 33'ü də 20'yə vuranda eləyəcək 660. 21-ci səhifənin sonuna gəldik. İndi inşallah sizlə sabahları 22-ci səhifəni paylaşacağım və 22-ci səhifəni paylaşanda sizlərlə 21-ci səhifənin PDF nümunəsini göstərəcəm. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar. Qrupumuza qoşulmaq istəyirsinizsə, izah bölməsində olan əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz.